mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyünür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Odlar yurdumun azad gençleri, üç renkli bayrakla ordunda ilerli. İnanarak biz tek Allah'a birlikte gedirik, ilhamda sabaha. Yüreğimde coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. 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 Salam Azərbaycan. Salam həmişə irəli addımlayan, köksündə vətən məhəbbətini yaşadan Azərbaycan gəncliyi. Mən Azərbaycanlıyam milli bilik yarışması efirdədir. Bugün həmişə olduğu kimi intellektuallarımızın bilik savaşı davam edir və bu meydanda bilik savaşına çıxan 10 gənc qalibiyyət uğrunda mübarizə aparacaq. Birazdan biz onlarla tanış olacağıq, amma ilk öncə mən təşəkkürlərimizi səsləndirmək istəyirəm. Yarışmamızın birbaşa təşəbbüskarı olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildirmək istəyirik. Gənclərimizə hədiyyələri təqdim edən və bizə hər cür texnoloji dəstək verən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürümüzü bildiririk. Həmişə bizimlə birlikdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinə də təşəkkürlərimiz var. Və əlbəttə ki, yarışmamızı dünyaya yayımlayan Azərbaycan televiziyasına da təşəkkürümüzü bildiririk. Daha bir təşəkkürümüz sevimli, istəkli televiziya tamaşaçılarımızadır. Hər həftə bizimlə bərabər olduğunuz üçün sizə də çox sağ olun deyirik. İndi isə zaman gəldi çatdı bugünkü intellektuallarımızın təqdimatına. Beləliklə, tanışlıq. Rəsul Həsənov, Yusif Rəsulzadə, Könül Quliyeva, Səxavət Əhmədli, Məsud Həsənzadə, Natiq Ağayev, İntiqam Mərdanlı, Rahimə Əliyeva, Nurlan Əliyev və Ülvi Kərimov. Əziz
intellektuallarımız, Milli Bilik yarışmamızda xoş gördük sizi və ilk olaraq mən oyunumuzun şərtləri ilə sizi tanış eləmək istəyirəm. Bizim yarışmamız 3 turdan ibarətdir. Bu seçim, oyun və final turlarıdır. Oyun əsnasında mən hər turun şərtlərini sizə izah edəcəm. İlk seçim turumuz olduğu üçün onun şərtlərini izah edirəm. Seçim turumuzda mən seçim sualını səsləndirirəm. Vaxt getdi deyirəm. Studiyada zil səs səslənir. Və yalnız bu səsdən sonra siz düymələri basırsınız və kimin işığı birinci yansa, həmin iştirakçı cavab vermək hüququ qazanır. Düzgün cavab verilsə, həmin iştirakçı bura dəvət olunur və biz yarışmamıza başlayacağıq. Şərtlər aydındır, əlavə izahata ehtiyac var. Elə isə diqqətli olun, seçim sualı səslənir. Sual belədir. Mirzə Fətəli Axundzadə, Bəxtiyar Vahabzadə, Emin Sabitoğlu, Molla Cümə bu rayonumuzda dünyaya göz açıblar. Söhbət hansı rayondan gedir? Vaxt getdi. Natiq Ağayev birinci oldu və Natiq sizin cavabınız hansı rayondan söhbət gedir? Şəki rayonundan. Şəki rayonundan söhbət gedir. Təbii ki, söhbət Şəki rayonundan gedir. Düzdür. Beləliklə, hörmətli tamaşaçılar, bugünkü yarışmamızın ilk iştirakçısı Natiq Ağayevdir. Natiq, buyurun. Natiq, xoş gördük sizi. Xoş gördük. Sizi təbrik edirəm. Siz artıq Çox sağ olun. Milli Bilik yarışmamızın iştirakçısınız, oyun turundasınız və tamaşaçılarımıza özünüz haqqında qısaca olaraq məlumat verin. Mən Natiq Ağayev, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix Fakültəsi 1-ci kurs tələbəsi Sabirabad rayonundan gəlmişəm. Maraqlarınız haqqında, hobiləriniz haqqında? Daha çox tarix elmi ilə maraqlanıram. Futbol oyununa daha çox Qarabağa dəstək oluram. Qarabağ futbol komandası klubuna. Qarabağ futbol klubuna dəstək oluram. Aydındır, aydındır. Natiq, mən sizə uğurlar arzulayıram bu turda. Oyun turumuzun şərtləri belədir. Oyun turumuzda 5 mövzu var. Dil və ədəbiyyat, tarix və etnografiya, coğrafiya, mədəniyyət və incəsənət və ümumi mövzu. Bu 5 mövzudan siz yalnız 3-ünü seçə bilərsiniz. Çünki hər mövzuda 3 sual var. Ümumilikdə isə siz 9 suala cavab verməli olacaqsınız. Düşünməyə sizə 20 saniyə vaxt veriləcək və 2 dəfə siz zala müraciət edib kömək götürə bilərsiniz. Şərtlər aydındır? Bəli. Elə isə gəlin başlayaq və buyurun mövzunu seçə bilərsiniz. Tarix və etnografiya mövzusunu seçəcəyik. Tarix və etnografiya. Natiq tarix və etnografiyanı seçdi. Biz Natiqlə tarix və etnografiya mövzusunda oyunumuza başlayırıq. Qara Yusif, Qara İskəndər, Əbu Səid, Canşah hansı dövlətin hökmdarları? Qaraqoyunlu dövlətin hökmdarı olmuşlar. Siz imkan verin, mən sualını oxuyum axıra kimi. Cavab verməyə tələsirsiniz, çünki cavabını bilirsiniz. Qaraqoyunlu dövlətinin hökmdarları olmuşlar. Qaraqoyunlu, tamamilə düzdür. Növbəti sual. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 8 sentyabr 1919-cu il tarixli sərəncamı ilə hansı cərrah Bakı Dövlət Universitetinin ilk rektoru təyin edildi? Vaxt getdi. Vaxt bitdi və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 8 sentyabr 1919-cu il tarixli sərəncamı ilə hansı cərrah Bakı Dövlət Universitetinin ilk rektoru təyin edildi? Buyurun. Mən bu sualın cavabını düzü bilmirəm. Versiyanız varsa, versiya kimi onu söyləyə bilərsiniz. Versiyam yoxdur. Onda köməkdən istifadə etmək. Köməkdən istifadə etmək istəyir Natiq. Buyurun, kim bilir? Buyurun. Quliyev Aqil, Bakı Dövlət Universiteti Coğrafiya Fakültəsi 4-cü kurs tələbəsi. Mənim fikrimcə bu Razumovskidir. Aqil deyir ki, bu Razumovskidir. Bu şəxs haqqında sizin anlayışınız var, məlumatınız? Mən belə görürəm ki, yoxdur. Yox, İndi qəbul edeyim bu versiyanı. Bəli, qəbul edin. Qəbul elədim. Və Aqilin variantı Razumovski əslində düzgün cavabdır. Vasiliy Razumovski.
Vasil Razumovski Bakı Dövlət Universitetinin ilk rektoru idi. Tarix və etnografiyadan 3-cü sual. Sual belədir. 1503-cü ilin iyununda Ağqoyunlu hökmdarı Sultan Murad və Səfəvi şahı İsmail arasında baş vermiş hansı döyüşdə Muradın qoşunu darmadağın edildi və Ağqoyunlu dövlətinə son qoyuldu? Vaxt getdi. Vaxt dayansın. Dayansın. Mənim fikrimcə bu alma qulağı döyüşü ola bilər. Alma qulağı döyüşü ola bilər, yoxsa alma qulağı döyüşü? Alma qulağı döyüşüdür məncə. Qəbul eləyim. Eləyim. Qəbul elədim və bu alma qulağı döyüşüdür. Düzdür. Tarix və etnografiya mövzusunda olan 3 suala cavab verdiniz və yeni mövzu seçimi. Buyurun. Dil və ədəbiyyat. Dil və ədəbiyyat. Natiq dil və ədəbiyyatı seçdi. Biz Natiqlə dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. Və sual belədir. Bu yazıcı Tağı Şahbazinin təxəllüsü idi. Bu həm də əfsanəvi quşdur. Söhbət nədən gedir? Vaxt getdi. Vaxt bitdi, buyurun cavabınız. Simurq təxəllüs. Simurq. Simurq. Bəli. Bəli, bu Simurqdur. Dil və ədəbiyyatın ikinci sual və sual belədir. Seyfəddin Dağlının Cəfər Cabbarlının həyatından bəhs edən romanı necə adlanır? Sual aydın oldu. Bəli. Elə isə vaxt getdi. Vaxt bitdi və sizin cavabınız? Cavab versəm yoxdur. Kömək götürmək istəyərdim. Kömək götürmək istəyirsiniz. Hörmətli qonaqlarımız, studiyamızın qonaqları, auditoriya, Seyfəddin Dağlının Cəfər Cabbarlının həyatından bəhs edən romanı necə adlanır? Bilən varmı? Buyurun. Təbriz Zərbiyev Qafqaz Universiteti Dövlət və Bələdiyyə İdarəetməsi Fakültəsi 1-ci kurs. Mənim fikrimcə bu Bahar oğlu. Adınız Təbrizdir. Təbriz deyir ki, bu Bahar oğludur. Qəbul edirəm. Qəbul edirsiniz. Bəli. Sizə deyim ki, sizin başqa variantınız da yoxdur. Bəli. Qəbul etməlisiniz. Təbrizə təşəkkürlər, çünki bu Bahar oğludur. Tamamilə doğrudur. Məsələ belədir. Sizin heç bir köməyiniz artıq qalmayıb. Qalmayıb. Qarşıda isə 4 sual var. Diqqətli olun. Növbəti sual. Lingvistikada müxtəlif cür tələffüz olunan və yazılan, ancaq eyni və ya oxşar mənaları olan sözlər necə adlanır? Vaxt getdi. Natiq, vaxt bitdi. Sizin cavabınız? Sinonimlər. Sinonim. Bəli. Düzdür, bu sinonimdir. Bu mövzunu da bitirdiniz və yenə mövzu seçimi. Buyurun. Ümumi mövzunu seçin. Ümumi mövzunu seçirsiniz. Amma ümumi mövzuda cürbəcür suallar ola bilər. Həm mədəniyyət və incəsənət sahəsinə aid olan. Natiq ümumi mövzunu seçdi. Biz Natiqlə ümumi mövzuda oyunumuzu davam etdiririk. Neçə nominallıq əskinasımızın üst tərəfində qılınc, dəbilqə, qalxan və xarı bülbül təsvir olunmuşdur? Vaxt getdi. Vaxt bitdi və cavabınız? 20 manat. Bilmirəm.
Cavab kimi 20 manat. 20 manat. Bəli. Bəli, bu 20 manatlıq əskinasdır. Növbəti sual. 25 aprel 2007-ci ilə qədər məhz bu metro stansiyası Bakı Soveti adını daşıyırdı. Söhbət hansı stansiyadan gedir? Vaxt getsin? Getsin. Vaxt getdi. Vaxt bitdi. Cavabınız? Sahil. Sahil stansiyası. Bəli. Cavabınız səhvdir. Sahil həmişə yox. İçərişəhər. Yox, əvvəllər onun adı başqa idi. 26 Bakı komissarı idi. Bakı Soveti adı isə uzun müddət 2007-ci ilə qədər. Bilirsiniz hardadır o? Nə? Bakı Soveti stansiyası harda yerləşir? İçərişəhər. Baksovet deyirlər. Baksovet, hə. İçəri şəhərdə yerləşir. Yadmış. Elə bu söhbət İçəri şəhər stansiyasından gedirdi. Onun adı 2007-ci ildən sonra İçəri şəhər oldu. Çox təəssüf, Natiq, çox təəssüf. Biliklərinizi təkmilləşdirmək lazımdır. Biz sizə uğurlar arzulayırıq. Çox sağ olun. Sağ olun. Buyurun. Natiqin sadəcə olaraq bugün bəxti gətirmədi. Amma siz iştirak edib oyunumuzda qələbə qazanmaq istəyirsinizsə, hal-hazırda ekranlarda gördüyünüz web səhifəsinə girib orada qeydiyyatdan keçirirsiniz və oyunumuzun iştirakçısına çevrilirsiniz. Biz isə keçid alırıq növbəti seçim turumuza. Sual belədir. 1968-ci ildə arxeoloq alim Məmməd Əli Hüseynov bu rayon ərazisində yerləşən Azıq mağarasında azıxantrop adamının alt çənə sümüklərini aşkar etmişdi. Söhbət hansı rayondan gedir? Vaxt getdi. Rəsul Həsənov birinci oldu və Rəsulun versiyası. Füzuli. Füzuli rayonu. Bəli, bu Füzuli rayonudur. Tamamilə doğrudur. Hörmətli tamaşaçılar, yarışmamızın növbəti iştirakçısı Rəsul Həsənovdur. Rəsul, buyurun. Rəsul, sizi təbrik edirəm. Xoş gördük. Siz artıq yarışmamızın iştirakçısısınız, oyun turundasınız və gəlin tamaşaçılarımıza özünüzü təqdim edin. Mən Rəsul Həsənov, Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər və İqtisadiyyat Fakültəsi 1-ci kurs. Bakı şəhərində anlamışam. Vəssalam. Yəni özünüz haqqında Başqa bu qədər deyə bilərsiniz. Boş vaxtlarında futbolla maraqlanıram. futbolla. Boş vaxtlarımda musiqi qulaqasmağı xoşlayıram. İntellektual verilişlərə baxmağı xoşlayıram. Futbolla siz necə maraqlanırsınız? Həm oyna- Praktiki baxımından yoxsa nəzəri? Həm baxmağı xoşlayıram, həm də oynamağı xoşlayıram. Hansı komandaya sizi daha çox? Real Madrid. Real Madridə. Aydındır. Rəsul, sizə uğurlar. Çox sağ olun. Bizim oyun turumuzun şərtləri yadınızdadırsa, elə isə gəlin başlayaq və mövzu seçiminə keçək. Tarix və etnografiya. Tarix və etnografiya. Rəsul tarix və etnografiyanı seçdi və biz Rəsulla tarix və etnografiya mövzusunda oyunumuza başlayırıq. İlk sual belədir. Səfəvilər dövlətinin 3-cü hökmdarı olan hansı şəxs ölkəni yalnız 1 il idarə etmişdi? Vaxt getdi. Vaxt bitdi. Beləliklə sizin cavabınız Rəsul. Dəqiq versiyam yoxdur. Ona görə köməkdən istifadə edirəm. Necə? Köməkdən. Köməkdən istifadə eləmək istəyirsiniz. Hörmətli qonaqlar, kim kömək edə bilər? Özünüz seçin, kim gəlsin köməkləsin. Buyurun. Orxan İbrahimov, Azərbaycan Pedaqoji Universiteti Tarix Fakültəsi 1-ci kurs. Mənim cavab Şah 2-ci İsmaildir. Şah 2-ci İsmail. Orxan deyir ki, bu Şah 2-ci İsmaildir. Siz bu versiyanı razılaşırsınız? Bəli. Qəbul edirsiniz. Bəli. Orxan, çox sağ olun. Bu 2-ci İsmaildir. Tamamilə doğrudur.
Tarix və etnografiyadan növbəti sual. 227-ci il Atropatena və 262-ci il Albaniya tarixinə aid oxşar cəhət hansıdır? Vaxt getməsin. Buyurun. Sasanilər dövlət tərəfindən işğal olunmuşdur. Sasani imperiyasının tərkibinə qatılıblar. Düzdür. Və üçüncü sual. Sual belədir. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində hərbi köçəri əyanlara xidmət müqabilində verilən torpaqlar necə adlanırdı? Vaxt getdi. Rəsul, vaxt bitdi və cavabınız bir köməyiniz də var, Rəsul. Həmin o torpaqlar necə adlanırdı? Hərbi köçərə əyanları xidmət müqabilində verilən torpaqlar. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində. Soyurqal. Necə? Soyurqal. Soyurqal. Qəbul edeyim. Eləyin. Elədim. Çox düşündünüz, fikirləşdiniz, amma bu düzgün cavabdır. Soyurqal. Bu tarix və etnografiya idi. Mövzu seçimi, buyurun. Coğrafiya. Coğrafiyanı seçirsiniz. Rəsul coğrafiyanı seçdi, biz Rəsulla coğrafiya mövzusunda oyunumuzu davam etdiririk. Və sual belədir. Hələ xanlıqlar dövründən 1935-ci ilə qədər Şuşa rayonunda yerləşən hansı ərazidə müntəzəm olaraq at yarışları keçirilirdi? Vaxt getdi. Vaxt bitdi və cavabınız Cıdır düzü. Cıdır düzü. Bəli, bu ərazinin adı Cıdır düzüdür. Düzdür. Coğrafiyadan növbəti sual və sual belədir. Yalnız Azərbaycanın enli yarpaqlı relikt meşələrində, Talış və Xəzərin cənub sahələrində yayılmış bu ağacın hündürlüyü 15-25 metrdir. Yarpaqları yumurtavari və ya elipsvaridir. Yarpaqlamaqdan əvvəl çiçək açan və 200 ilə qədər yaşayan bu ağac hansıdır? Vaxt getməsin. Buyurun. Dəmir ağac. Dəmir ağacı. Tamamilə doğrudur. Bu dəmir ağacıdır. Və növbəti sual coğrafiyadan. Coğrafiya mövzusundan axırıncı sualdır. Sual isə belədir. Bakı arxipelagına daxil olan Böyük Zirə adasının keçmiş adı nədir? Vaxt getdi. Vaxt bitdi, Rəsul, və Bakı arxipelagına daxil olan Böyük Zirə adasının keçmiş adı nədir? Kömək istəyirəm. Zalın köməyindən istifadə etmək istəyirəm. Zalın köməyindən istifadə eləmək istəyirsiniz. Buyurun. Zal. Məmmədov Zaur, Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər və İqtisadiyyat Fakültəsi 1-ci kurs tələbəsi. Mənim fikrimcə bu Nargin adasıdır. Zaur, adı Zaurdur. Zaur deyir ki, bu Nargindir. Qəbul edirəm. Razılaşırsınız. Bəli. Yadınıza düşdü. Bəli. Böyük Zirə adasının keçmiş adı Nargindir. Tamamilə doğrudur. Rəsul, 2 mövzunu bitirdik. Köməklər də bitdi. Çox təəssüf. Və 3 suala cavab verməli olacaqsınız. Köməksiz, yəni özünüz. Mövzu seçimi, buyurun. Dil və ədəbiyyat. Dil və ədəbiyyat. Və onu da sizə deyim ki, dil və ədəbiyyat mövzusunda ədəbiyyata aid olan suallar da var. Çünki bu dil və ədəbiyyat mövzusudur. Rəsul dil və ədəbiyyat mövzusunu seçdi. Biz Rəsulla dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. Ədəbiyyatımızda Peyğəmbərin tərifi haqqında yazılmış şeirlər hansı 3 hərfdən ibarət sözlə adlanır?
Vaxt getdi. Bəli, Rəsul, vaxt bitdi və sizin cavabınız ədəbiyyatımızda Peyğəmbərin tərifi haqqında yazılmış şeirlər hansı 3 hərfdən ibarət sözlə adlanır? Köməyiniz də yoxdur, təəssüflər olsun. Cavab versiyam. Cavab versiyam yox. Cavab versiyanız yoxdur. Çox təəssüf. Amma bundan sonra yadınızda saxlayın ki, bu nət adlanır. Nət. Rəsul, çox təəssüf. Çox təəssüf. Amma üzülməyin. Bu sadəcə olaraq bir oyundur. Biz sizə uğurlar arzulayırıq. Çox sağ olun. Buyurun. Əziz tamaşaçılar, biz isə keçid alırıq növbəti seçim turumuza. Sual belədir. 26 mart 1805-ci ildə məhz burada dünyaya gəlmiş və 2 sentyabr 1973-cü ildə elə bu rayonda da vəfat edən Şirəli Müslümov düz 168 il ömür sürmüşdü. Bəs o hansı rayonda yaşamışdı? Vaxt getdi. İntiqam Mərdanov birinci olub və İntiqam sizin versiyanız. Mənim fikrimcə Lerik rayonu. Lerik rayonudur. Bəli. Sizin cavabınız düzdür, Lerik rayonudur. Təbrik edirik. Yarışmamızın növbəti iştirakçısı İntiqam Mərdanovdur. İntiqam, buyurun. İntiqam, xoş gördük. Xoş gördük. Təbrik edirəm sizi. Çox sağ olun. Sizə uğurlar arzulayıram. Təşəkkür edirəm. Və zəhmət olmasa tamaşaçılarımıza özünüz haqqında məlumat verin. Mən Mərdanlı İntiqam Azəroğlu 1997-ci ildə Satır rayonunda anadan olmuşam. 2004-cü ildə 1-ci sinifə daxil olmuşam. 2015-ci ildə 11-ci sinifi bitirmişəm və bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul olmuşam. Əlavə olaraq tarix şəxsiyyətlərlə maraqlanmağı sevirəm. Boş vaxtlarımda ən çox aforizmlər oxuyuram. Bir də futbola baxıram və oynayıram. İntiqam, oyun turumuzun şərtləri yadınızdadır. Bəli. Elə isə gəlin başlayaq mövzu seçimindən. Tarix və etnoqrafiya. Tarix və etnoqrafiya. İntiqam tarix və etnoqrafiyanı seçdi. Biz İntiqamdan tarix və etnoqrafiya mövzusunda oyunumuza başlayırıq. Sual belədir. Hülakü xanın məsləhətçisi, Abaqa xanın isə vəziri olmuş Azərbaycanlı alim kimdir? Vaxt getdi. Vaxt getməsin. Saxlayaq, buyurun. Bu mənim fikrimcə Nəsrəddin Tusi. Nəsrəddin Tusi. Bəli. Tamamilə doğrudur. Nəsrəddin Tusidir. Növbəti sual. 10 fevral 1828-ci ildə Rusiya və İran arasında hansı tarixi müqavilə imzalanmışdı? Vaxt getməsin. Mənim fikrimcə bu məşhur Türkmənçay müqaviləsi. Türkmənçay müqaviləsidir. Tamamilə doğrudur. Və tarix və etnoqrafiyadan 3-cü sual. 26 may 1805-ci ildə hansı çayın sahilində Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə qatılması barədə müqavilə imzalanmışdı? Vaxt getməsin. Buyurun. Mənim fikrimcə bu Kürəkçay çay sahilində. Düzdür. Kürəkçay. Belə, tarix və etnoqrafiya mövzusunu bitirdik və yenə mövzu seçimi. Dil və ədəbiyyat. Dil və ədəbiyyat. Bəli. İntiqam dil və ədəbiyyatı seçdi. Biz İntiqamla dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. Sual belədir. Füzulinin farsça və nəsrlə yazılmış hansı allegorik əsərində sağlamlıq və xəstəlikdən bəhs olunur? Sual aydın oldu. Vaxt getdi. Fikrimcə səhhət və mərəz. Səhhət və mərəz. Hə. Bu səhhət və mərəzdir.
Tamamilə doğrudur. Dil və ədəbiyyatdan növbəti sual və sual belədir. Duxa qocanın hansı oğlu mühumi dini qüvvələrə və hətta Əzrailə qarşı çıxırdı? Vaxt getdi. Vaxt saxlayıram. Buyurun. Mən fikrimcə bu Dəli Domruq. Dəli Domruq. Bəli. Afərin, tamamilə doğrudur. Səhv eləmirəmsə bu dil və ədəbiyyatdan ikinci sual idi və üçüncü sual. Hansı şairimiz tərəfindən yazılmış hər kim 100 il yaşamasa günah onun özündədir sözləri artıq məsələ çevrilmişdi. Vaxt getdi. Vaxt bitdi İntiqam və cavabınız. Köməkdən istifadə eləmək istəyirəm. Köməkdən istifadə eləmək istəyirsiniz. Kim gəlsin? Kim dəqiq bilir, o gəlsin. Buyurun. Təbriz Zərbiyev Qafqaz Universiteti Dövlət və Bələdiyyə İdarəetməsi Fakültəsi 1-ci kurs. Mənim fikrimcə bu Osman Sarıvəllidir. Osman Sarıvəlli. Bu versiyanı qəbul edirsiniz? Qəbul edirəm. Qəbul edirsiniz. Və bu doğrudan da Osman Sarıvəllidir. Düzdür. Bu dil və ədəbiyyat mövzusu idi və bir köməklə, səhv eləmirəmsə, bir kömək şansınız qalıb və 3 suala cavab verməli olacaqsınız. Buyurun, seçə bilərsiniz. Ümumi. Ümumini seçirsiniz. İntiqam ümumi mövzunu seçdi və biz İntiqamla ümumi mövzuda oyunumuzu davam etdiririk. Sual belədir. İstiqlal snayper tüfəngləri ailəsindən 12,7 mm çaplı ikinci tüfəng hansı Azərbaycan milli qəhrəmanının adı ilə adlandırılıb? Vaxt getməsin. Buyurun. Mənim fikrimcə bu Mübariz İbrahimov. Mübariz İbrahimovdur, düzdür. Növbəti sual. 2004-cü ilə qədər Azərbaycan məktəblərində bilik günü hansı tarixdə qeyd olunurdu? Vaxt getməsin. Mənim fikrimcə 1 sentyabr. Bəli, 1 sentyabr. Belə, gəlib çatdıq sonuncu 9-cu sual. Bir köməyiniz də var. Sual belədir. Hansı güləşçimiz 2004-cü ildə Afina şəhərində keçirilən yay olimpiya oyunlarında qızıl medala layiq görülmüşdü? Vaxt getdi. Getməsin. Getməsin. Fikrimcə Fərid Mansurov. Fərid Mansurov. Bəli. İntiqam, əminsiz? Bəli. Köməyiniz də var. Köməkdən istifadə etmək istəmirəm. İstəmirsiniz. Sonra peşman olmayacaqsınız ki. Hey. Fərid, mən, daha doğrusu İntiqam, mən sizi yalnız təbrik edə bilərəm, çünki siz artıq finaldasınız. Düzdür. Bəli, İntiqam qalib gəldi bu turda və finala keçdi. Əziz gənclər, əgər siz də oyun turumuzda qalib gəlib finala keçmək istəyirsinizsə, onda ekranda gördüyünüz web səhifəsinə daxil olub qeydiyyatdan keçirsiniz və oyunumuza iştirakçı kimi qatılırsınız. İntiqam, sizi mən təbrik edirəm və finalda uğurlar arzulayıram. Çox sağ olun. Buyurun. Hörmətli tamaşaçılar, artıq bir finalçımız var. Biz isə keçid alırıq növbəti seçim turumuza. Sual səslənir. Sual isə belədir. Araz və Kür çayları hansı rayonumuzun su qovuşan kəndində birləşirlər? Vaxt getdi. Rahimə Əliyeva birinci oldu. Rahimə xanım, sizin cavabınız? Sabirabad. Sabirabad. Təbii ki, Sabirabadda. Düzdür. Beləliklə, yarışmamızın növbəti iştirakçısı Rahimə Əliyevadır. Rahimə xanım, buyurun. Rahimə, xoş gördük, xoş gəlmişsiniz, təbrik edirəm sizi. Sağ olun. Rahimə xanım, özünüz haqqında məlumat verin zəhmət olmasa tamaşaçılarımıza. Mən 1997-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. 17 nömrəli məktəbi bitirdikdən sonra bitirmişəm. Hal-hazırda Dövlət Dələdçilik Akademiyasının Beynəlxalq Münasibətlər ixtisasında 2-ci kursda oxuyuram. Boş vaxtlarımda yaxşı rəqib olma, şahmat oynayıram.
Kitab oxumağı, mahnı qulaq asmağı, filmlərə baxmağı sevirəm. Deməli, gələcək diplomatsınız, eləmi? İnşallah. Mən düzgün başa düşdüm. Və diplomatlar şahmat oynamağı bacarmalıdırlar. Rahimə xanım, oyun turumuzun şərtləri yəqin ki, yadınızdadır. 5 mövzu, 9 sual, 2 dəfə zala müraciət edə bilərsiniz və 20 saniyə vaxt verilir sizə düşünməyə. Elə isə gəlin keçək mövzu seçiminə. Buyurun. Coğrafiya. Coğrafiyanı seçirsiniz. Rahimə coğrafiyanı seçdi və biz Rahimənin coğrafiya mövzusunda oyunumuza başlayırıq. Və birinci sual, Azərbaycan Respublikasının ən şərq nöqtəsi. Bakının Pirallahı rayonu. Azərbaycan Respublikasının ən şərq nöqtəsi. Bakının Pirallahı rayonunun inzibati ərazi vahidindəki qəsəbə hansı adı daşıyır? Vaxt getdi. Neft daşları. Neft daşları. Bəli, bu neft daşlarıdır, düzdür. Növbəti sual. Şabran rayonu 2010-cu ilə qədər hansı adı daşıyırdı? Vaxt getdi. Şabran rayonu 2010-cu ilə qədər hansı adı daşıyırdı? Dəvəçi. Dəvəçi. Bəli, bu Dəvəçidir. 2010-cu ilə qədər Dəvəçi idi bu rayonun adı və növbəti sual coğrafiyadan. Sual belədir. Yeraltı suların səthə çıxması ilə ölkəmizin ərazisində müxtəlif mineral bulaqlar yaranmışdır. Qusar maili düzənliyinin yeraltı suyunun təbii halda səthə çıxması nəticəsində Xaçmaz rayonu ərazisində hansı məşhur bulaq yaranır? Şollar bulağı. Vaxt getməsin. Şollar bulağı. Şollar bulağıdır, düzdür. Coğrafiya mövzusunu bitirdiniz və mövzu seçimi. Yenə buyurun, seçə bilərsiniz. Tarix və etnografiya. Tarix və etnografiya. Rahimə tarix və etnografiyanı seçdi. Biz Rahimənlə tarix və etnografiya mövzusunda oyunumuzu davam etdiririk. Sual belədir. Azərbaycan Xalq Cumhuriyyətinin yaranması hansı şəhərdə elan edilmişdi? Tiflisdə. Tiflisdə. Təbii ki, Tiflisdə. Düzdür. Bu çox məşhur bir faktdır. Növbəti sual. Azərbaycan Xalq Cumhuriyyətinin ilk hərb naziri kim olmuşdu? Vaxt getdi. Vaxt bitdi Rahimə. Sizin 2 köməyiniz var. İstifadə edirsiniz o kömək şanslarından ya yox? Rahimə xanım. Edirəm. Köməkdən istifadə edirəm. Köməkdən istifadə edirsiniz. Buyurun, hörmətli qonaqlar. Azərbaycan Xalq Cumhuriyyətinin ilk hərb naziri kim olmuşdu? Əminsinizsə, buyurun cavab verin. Mən İbrahim Orxan, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsi 1-ci kurs tələbəsi. Mənim fikrimcə cavab Fətəli xan Xoyski. Rahimə, Orxan dedi ki, bu Fətəli xan Xoyski dedi. Siz bunu qəbul edə də bilərsiniz, etməyə də bilərsiniz. Hayır, etmirəm. Qəbul edəmirsiniz, yoxsa edirsiniz? Etmirəm. Necə? Onda özünüz cavab verin. Yaxud da bir kömək şansından da istifadə edə bilərsiniz. O biri köməkdən istifadə edirəm. O bir köməkdən istifadə edirsiniz. Kim dəqiq bilir? Deməli, ilk hərb naziri kim olmuşdu Azərbaycan Xalq Cumhuriyyətinin? Buyurun. Təbriz Zərbiyev Qafqaz Universiteti Dövlət və Bələdiyyə İdarəetməsi 1-ci kurs. Mənim fikrimcə bu Səməd bəy Mehmandarov. Hayır. Qəbul edəmirsiniz, yoxsa edirsiniz? Etmirəm. Deməli, cavabınız? Xosrov bəy Sultanov. Xosrov bəy Sultanov. Bu Xosrov bəy Sultanovdur, düzdür. Onu bilirdinizsə, niyə demədiniz? Yadıma gəlmir. Və 2 köməyinizdən istifadə elədiniz.
Növbəti sual. 1797-ci ildə Şuşada Ağa Məhəmməd Şah Qacara qarşı sui-qəsd təşkil etmiş Məhəmməd bəy Cavanşirin ləqəbi nə idi? Vaxt getdi. Vaxt bitdi, Rahimə xanım. Cavabınız? İsmail Mirzə. İsmail Mirzə. İsmail Mirzə deyirsiniz. Qəbul elədim. Bu səhv cavabdır. Onun ləqəbi Batman Qılıncı idi. Çox təəssüf. Xatırlatdınız? Yadınıza düşdü? Çox təəssüf. Üzülməyin, bu oyundur, oyunda hər şey ola bilər. Sizə uğurlar, Rahimə xanım. Çox sağ olun. Buyurun. Hörmətli tamaşaçılar, əziz qonaqlar, bizim seçim turlarımız başa çatdı və biz bir finalçı ilə keçirik final turumuza. Beləliklə, final. Hörmətli tamaşaçılar, biz final turundayıq və finalda bugünkü yarışmamızda bir finalçımız var və bir finalçımız olduğu üçün bu İntiqam Mərdanovdur və mən İntiqamı bu masanın arxasına dəvət edirəm. İntiqam, buyurun. İntiqam, sizi təbrik edirəm. Siz bugünkü yarışmamızın yeganə finalçısısınız. Siz tək olduğunuz üçün biz sizə 20 saniyə vaxt verəcəyik ki, düşünəsiniz. Hazırsınız? Bəli. Elə isə diqqətli olun. Final sualı səslənir. Sual belədir. O 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdi. Cəbhədən cəbhəyə, Tərsanə kimi romanların müəllifidir. Bizim Cəbiş müəllim, Nəsimi, Telefonçu qız, O qızı tapın kimi filmlərin rejissoru olan bu şəxs kimdir? Sual aydın oldu sizə. Elə isə vaxt getdi. Dəqiq cavab variantım yoxdur. Amma ilk ağlıma gələn variant deyiləm, Həsən Seyidbəyli. Həsən Seyidbəyli. Cavabınızı qəbul elədim. Burada sizə heç bir şans vermə ixtiyarımız yoxdur. Çünki bu finaldır. Həsən Seyidbəyli deyirsiniz. Bu filmləri görmüsünüz, sadaladığım filmlər. Bəli. Bizim Cəbiş müəllim, Nəsimi, Telefonçu qız. Həsən Seyidbəylinin yaradıcılığından ümumiyyətlə məlumatınız varmı? Bəli. Uzaq sahillərdə filmi. Uzaq sahillərdə filmi. Romanın yazılmasında da iştirak edir. Bəli. Azərbaycan kinematoqrafına ümumiyyətlə münasibətiniz necədir? Rasim Ocaqlov və digər rejissorları tanıyıram. Aydındır. Sizi çox intizarda saxlamayaq, İntiqam. Və ekrana baxaq. Ekrana baxandan sonra biləcəyik, bu Həsən Seyidbəlidir, yoxsa yox. Bu Həsən Seyidbəlidir. İntiqam, bu Həsən Seyidbəlidir doğrudan da. Görkəmli bizim rejissorumuz. Amma siz onu tanımadınız deyəsən. Şəklində tanımadınız. Hər halda bu düzgün cavab deyib yoxdur. Və siz bugünkü yarışmamızın qalibisiniz və biz İntiqamı təbrik edirik. Biz sizə hər işinizdə uğurlar arzulayırıq. Arzu edirik ki, həmişə biliklərinizi artırasınız və həmişə qalib olasınız. İndi isə mən sizə
hədiyyələrini təqdim etmək istəyirəm. Bugün gözəl oyun göstərdiyiniz üçün. Bax, bu diplom, mən Azərbaycanlıyam intellektual oyununun qalibi. Bu diplom Gənclər və İdman Naziri cənab Azad Rəhimovun imzası ilə bu diplom sizindir. Ondan başqa Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hədiyyəsi bu gözəl notebook. Bu notebook da o da sizindir. Və intiqam dostlarınıza, tamaşaçılarımıza, qonaqlarımıza ürək sözlərinizi deyə bilərsiniz. Buyurun. Fikrimcə bu tək mənim qələbəm deyil. Çünki mənim belə savadlı birlikli olmamda ilk növbədə valideynlərim, müəllimlərim və dostlarım böyük rol oynamışlar. Buna görə də məni tanıyan hər kəsə, valideynlərimə, məktəb və universitetdəki bütün qrup yoldaşlarıma təşəkkür edirəm. Xüsusən də Pedaqoji Universitetin rəhbərliyinə və Tələbə Gənclik Təşkilatına, bir də bizi izləyənlərə çox sağ olun bildirirəm. Çox sağ olun. Və bu alqışlarla biz sizi bir daha təbrik edirik sizi. Hər işinizdə sizə uğurlar arzulayırıq. Çox sağ olun. Bir də təbrik edirəm. Çox sağ olun. Buyurun. Belə bir ifadə var. Deyirlər, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Bizim yarışmamızda isə çox oxuyan çox bilir. Bu dediklərimə kiçik bir düzəliş və əlavə eləyim. Çox oxuyan və oxuduqlarını yadında saxlayan. Bilik təkrarı sevir. Əziz gənclər, oxuduqlarınızı təkrar edin. Biliklərinizi təkmilləşdirin və mən Azərbaycanlıyam Milli Bilik yarışmasında qələbə qazanın. Qələbə bizim gənclərimizə çox yaraşır. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan gəncliyi.